Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'du. Deməli, rububiyyə tövhidini izah etdik və qeyd etdik ki, rububiyyə tövhidi Allah subhanahu ta'nın Rəbb olması, Allah ta'lanın mütləq hakim olması, yaradan, ruzi verən, öldürən, dirildən, sahib olan, işləri tədbir edən və rububiyyənin ərkanlarını, rukunlarını qeyd etdik. İndi isə həmin bu rububiyyənin qeyd olunan ərkanlarını, özəlliklərini bir-bir qeyd edək ki, hətta rububiyyə tövhidinə iman daha da kamil, daha da sabit olsun. Deməli, birincisi rububiyyə tövhidinə aid olan özəlliklərdən Allah subhanahu ta'lanın yaratmasıdır. Yaratması, el-xalqu. Yəni Allah subhanahu ta'la xaliqdir. Rububiyyə tövhidi deyəndə, deməli birinci özəlliyi olaraq Allah subhanahu ta'lanı yaratmasında heç bir ortağı, şəriki olmaması və Allaha, yəni xilqətində, yaratmasında şərik qoşmamaq. Qullardan tələb olunan da budur. Yəni belə deyək, bu özəlliyi bilməyin səmərəsi, faydası nədir? Hətta sən Allahı onun yaratmasında başqa məxluqatı ona ortaq şərik qoşmayasan. Deməli, rububiyyə tövhidinin bilməsinin faydası, səmərəsi insanın uluhiyyə tövhidində şirkə düşməməsidir. Rububiyyə tövhidini bilmənin faydası insanın uluhiyyə tövhidində, yəni öz əməllərində şirk etməməsidir. Bununla da rububiyyə ilə uluhiyyənin nədir? Sıx əlaqəsi bəlli olmuş olur. Belə ki, kimlər ki uluhiyyə tövhidində şirkə düşüblər, demək ki, onların rububiyyə tövhidində xələlləri var. Kimlər ki uluhiyyə tövhidində, kimlər ki Allaha əməlləri ilə şərik qoşublarsa, onların etiqadında, rububiyyə tövhidinə olan etiqadlarında xələl olduğuna görə uluhiyyə tövhidində şirkə düşüblər. Demək ki, buna görə rububiyyə tövhidinin bilinməsi olduqca mühümdür. Rububiyyə tövhidinin bilinməsi olduqca mühümdür. Hətta insan, yəni qul əməllərində muvahhid olsun. Əməllərində Allah subhanahu ta'laya heç bir şeyi ortaq qoşmasın. Yəni belə ki, rububiyyə tövhidi bir növ etiqadla bağlıdır. İnsanın etiqadı ilə Allahın bu özəlliklərinə qarşı daşıdığı etiqadı ilə bağlıdır. Uluhiyyə tövhidi isə daha çox insanın etdiyi əməllərlə bağlıdır. Və etiqad sağlam olmalıdır ki, rububiyyə tövhidi barədə, hətta əməllərdə olan, uluhiyyə tövhidində olan o feillər də sağlam olsun. Deməli, dedik ki, el-xalqu, rububiyyətin özəlliklərindən Allah subhanahu ta'lanın yaratması, yəni bu işdə tək olması, heç bir ortağı şəriki olmaması. Allah subhanahu ta'la deyir Zümər surəsi 62-ci ayədə Allahu xaliqu kulli şey. Allah hər bir şeyin xaliqidir. Hər bir şeyin xaliqidir. Deməli, Allah yaratmağı özünə nisbət edir. Hər bir şeyin xaliqidir. Yəni, elə bir şey, elə bir məxluq yoxdur ki, onun yaratması, onun yaradılışı Allaha aid olmamış olsun. Əsla. Hər bir zərrədən tutmuş, bildiyimiz, bilmədiyimiz, gördüyümüz, görmədiyimiz, bütün yaşayan, həyata sahib olan hər nə varsa, onun xaliqi, onun yaradanı Rəbbi Allahdır. Həmçinin Allah Teala buyurur Loğman surəsi 11-ci ayədə: "Həzihi xalqullah." Bu Allahın yaratdıqlarıdır. "Fəəruni məzə xalaqallazina min duni." Görsədin görüm Allahdan başqaları nə yaradıb. Görün Allah əvvələ deyir ki, bu Allahın yaratdıqlarıdır. Yəni bütün yaradılışı Allah özünə nisbət edir. Hətta sənin zehnində bəzi şübhələrlə təvahhum olmasın ki, filan kəs də yaradır və s. Yox. Allah Teala bunu nəfi edir. Deyir ki, Allah hər şeyin xaliqidir. Və sonra deyir ki, bu mənanı təkid edərək, Allahdan başqalarının yaratdıqlarını görsədim görüm. Demək ki, Allahdan başqaları yaratmır, yaratma qabiliyyətinə malik deyil. Sonra deyir ki, "Vəl-zalimuna fi dalalin mubin." Əksinə zalimlar dərin bir azğınlıqdadırlar. Zalimlar. Kimdir o zalimlar? Kimlər ki, Allah subhanahu ta'lanın rububiyyətini, Allahın xaliq olmasını, yaradan olmasını layiqincə qiymətləndirmədilər. Həmçinin Allah Teala buyurur Fatır surəsi 3-cü ayədə: "Ya eyyuhan-nasu zkuru ni'metallahi aleykum." Ey insanlar, Allahın sizin üzərinizə olan nemətini xatırlayın. Baxın, görün nədir o nemət? "Həl min xaliqin qeyrullahi yarzuqukum minas-səmai vel-ard." La ilahe illa hu fe enna tufakun. Göydən və yerdən
sizlərə ruzi verə biləcək başqa bir xaliq mi var? La ilahe illahu, ondan başqa ibadətə haqqı olan ilah yoxdur. O zaman siz necə aldanılırsınız? Necə üz döndərirsiniz? Yəni siz nə düşünürsünüz bundan sonra? Baxın, əzəmətli bir ayədir Fatir surəsi. 3-cü ayə Allah Subhanahu taala deyir ki, ey insanlar, Allahın sizin üzərinizə olan nemətlərini xatırlayın. Göydən və yerdən sizlərə ruzi verən başqa bir xaliq mi var? Fikir ver, xaliq rububiyyət tövhididir. Yəni başqa bir xaliq mi var sizlərə ruzi verən? Həmçinin ruzi verməsində qeyd edir. Bu da Razzaq sifətidir. Bu barədə danışacağım inşallah. Başqa bir ruzi verən mi var? Sonra deyir ki, la ilahe illahu, ondan başqa ibadətə haqqı olan məbud ilah yoxdur. Görün, rububiyyət tövhidi ilə uluhiyyət tövhidini necə birləşdirdi burada Allah Subhanahu taala bir ayətdə. Yəni əgər siz etiqad edirsinizsə, Allah təala xaliqdir və Allah təala raziqdir, sizin ruzinizi verən odur və sizi yaradan odur. Məyər ondan başqa məbud mu var o zaman? Yəni ondan başqa xaliq mi var ki? Ondan başqa ruzi verən mi var? Gedib ondan başqasına ibadət edirsiniz. Axı o ibadətə layiq deyil. Sizin Allahdan başqa yönəldikləriniz, kömək istədiyiniz, qurban kəsdiyiniz, səcdə etdikləriniz, dua edib yardıma çağırdıqlarınız, onlar ibadətə layiq deyil. Və ibadət olunmaz, onlar məxluqdur. Niyə? Çünki əvvəla Allah təala qeyd edir bu ayədə, xaliq deyil. İkincisi, onlar raziq deyil. Onlar sizə ruzi vermirlər. Burada da Allah onların ruzi verməsini belə inkar edir. Sizə ruzi verən, həqiqi Rəbb olan Allahdır, yaradandır. Fatir surəsi 3-cü ayə. Və ayələr olduqda çoxdur. Bununla Allah Subhanahu taala özünün xaliq olmasındakı təkliyini isbat edir. Sonra növbəti ikinci, yəni rububiyyətin ikinci rukunu, ikinci özəlliyi Ər-Rəzzaq olması. Yəni ruzi verməsindəki təkliyi. Allahın ruzi verməsindəki təkliyi. Allah Subhanahu taala bir çox ayələrdə deyir ki, "Vallahu yarzuqu men yeşâ'u bighayri hisab." Bu dediyim Nur surəsindədir bu ayət. Allah istədiyinə hesabsız ruzi verir. Və bu ayələr çoxdur. İstədiyinə hesabsız ruzi verir. Deməli, ruzini verən Allahdır. Həmçinin Zariyat surəsi 57-ci ayədə Allah təala buyurur: "İnnallahu huvar-razzaqu zul-quvvetil metin." Həqiqətən Allah Rəzzaqdır. Yəni ruzi verəndir, bol-bol ruzi əta edəndir. Güc və qüvvət sahibidir, mətindir. Deməli, ruzini verən Allah Taaladır. Həmçinin Allah Taala Nəml surəsinin 64-cü ayəsində buyurur: "Və men yerzuqukum mine's-semai vel-ardi ilahum ma'allah. Qul hatu burhanakum in kuntum sadiqin." Allah Taala buyurur: "Göydən və yerdən sizi ruziləndirən kimdir? Allahla bərabər başqa bir ilah mı var? Başqa bir ibadət olunan məbud mu var? De, əgər doğru danışırsınızsa, dəlilinizi gətirin. Əgər sözlərinizdə doğrusunuzsa, dəlilinizi gətirin." Görün, necə əzəmətli bir ayədir. Nəml surəsinin 64-cü ayə Allah Subhanahu taala özünün rububiyyətini xatırladır və eyni zamanda uluhiyyətini xatırladır ki, hətta tək ona ibadət olunsun. Ona görə qeyd etdim ki, bu mühümdür bunun bilinməsi. Rububiyyət tövhidi ilə uluhiyyət tövhidinin çox sıx bağlantısı, əlaqəsi var. Uluhiyyət tövhidində şirkə düşənlərin rububiyyətində, rububiyyət tövhidində, rububiyyə inancında, etiqadında xələl var. Allah təala buyurur: "Və men yerzuqukum mine's-semai vel-ard." Əvvəla xatırladı. Deyir, sizlərə göydən və yerdən ruzi verən kimdir? Və bunu hətta müşriklər belə etiraf edirdilər ki, bizim ruzimizi verən Allahdır. Yaxşı, bəs niyə o zaman bütlərə, ağaclara, daşlara, qəbirlərə, seyidlərə, pirlərə, ocaqlara və sairələrə ibadət edib onlara sığınır, onlara kömək diləyir, onların qəbirlərində qurban kəsir, onların qəbirlərini ziyarət edib onlara salamlar çatdırır və yaxud ehtiyacınızı bildirirsiniz, hacətlərinizin qarşılanmasını istəyirsiniz və s. Niyə? Onun üçün Allah təala deyir ki, ilahum ma'allah. Məyər Allahla bərabər ilah mı var? Allah, yəni Allahla yanaşı ilah mı var sizin ibadət etdiyiniz? Yəni necə oldu? Allah təala əvvəla deyir ki, göydən və yerdən sizi ruziləndirən birisi mi var? Etiqad edirsinizmiş, yəni ruzini verən Allahdır. Əgər desəz ki, yox, Allahla bərabər başqa ruzi verən də var, artıq siz bəri başda rububiyyəti də inkar edib, uluhiyyəti də inkar edib, müşriksiniz. Amma yox, etiqad edirsinizsə və təsdiq edirsinizsə, bəli,
bizə göydən və yerdən Allahdan başqa ruzi verən yoxdursa, onda Allahın növbəti sualı gəlir. İlahum mə Allah? Elə isə Allahla bərabər ilah mı var? Yəni niyə ilah götürmüsünüz özünüzə? O başqalarını, niyə ibadətlə yönəlmişsiniz onlara? Niyə dua edirsiniz onlara? İlahum mə Allah? Allahla bərabər ilah mı var? Yəni ilah məbud deməkdir, ibadət olunan deməkdir. Sonra Allah Teala bunu inkar edərək deyir ki, əgər doğru danışırsınızsa, iddianızda doğrusunuzsa, dəlilinizi gətirin. Yəni ki, bunun heç bir dəlili, sübutu yoxdur. Və bu qədər yetərlidir. Növbəti dərs inşallah rububiyyətin növbəti 2 rukundan danışacağım. O da mülk, malik olması, bir də işləri tədbir etməsi. وصلى الله على نبينا محمد وعلى آله وأصحابه أجمعين.